Fikrimcə, usta hər işi bacarmalıdır. Amma hər işi görməli deyil. Çünki hər işin öz mütəxəssisi olsa daha yaxşı olur. Misal üçün, elektrikləri götürsək, elektrik santexnik işi ilə məşğul olsa, onun öz bildiyi, öz sənəti ləngiyəcək. Adam yaxşı elektrikdir, amma görürsən ki, alçıpan vurur. Və yaxud alçıpan ustasıdır, görürsən ki, santexnik işi ilə məşğuldur. Mən düşünürəm ki, usta gərək özünə bir ana xətt seçsin və ancaq o işlə məşğul olsun. Sən bir işlə məşğul olarsansa, onu daha mükəmməl öyrənərsən və daha tez-tez o işi görməli olursan. Nəticədə çoxlu təcrübə toplamış olursan. Bəzən ustalarımız mənzil təmirini götürürlər, bütün işləri görmək şərti ilə. Fikir vermişəm, 7-8 ay orada vaxt itirirlər. Düşünürəm ki, 7-8 ay bir mənzildə vaxt itirməkdənsə, öz əsas bildiyin işi görsən, daha artıq pul qazanacaqsan. 7-8 ay bir yerdə işləsən, həm ev yəsini, həm də özünü bezdirəcəksən. Çox sağ olun, təşəkkür edirəm.